Əgər əllərim quruyub bu hala düşübsə və qışda belə çat-çat olub qanayırsa, nə etməliyəm? Mənim əllərim də əvvəllər belə olurdu və uzun bir müddət idi ki, belə deyildi. Lakin bu il uşaqda olan kimi əllərim yenə belə olmağa başladı. Bəs mən bunda nə edirəm və heç nə etməsəm nə olar? Əgər əlləriniz belə olduqda diqqət eləməsəz, həmən bu izlər qolunuzun bu hissələrinə qədər, yəni artıq əlinizdən keçib qolunuzun bu hissələrinə qədər gedir. Bunu demək istədim. İndi isə istifadə edildiyi məhsullara baxaq. Mən əlimdə heç nə olmadığına görə bu məhsuldan istifadə elədim. Bu Savisin A, Y vitamini vəd edən nəmləndiricisidir. Belə ki, mən bu məhsulu makyajdan əvvəl üzüm nəmləndirsin deyə istifadə edirdim və əl nəmləndiricisi olaraq istifadə edilməsi lazım olduğunu ay Allah. Heç 2K takipçim yoxdur, özümü öldürürəm ki, sabah imtahanımda. Əl nəmləndiricisi olaraq istifadə edilmir bu məhsul. Üz nəmləndirmək üçün istifadə edilir. Mən də makyajdan əvvəl istifadə edirdim. Lakin əlimdə heç nə olmadığına görə bu məhsulu işlətdim. Belə bir xeyri olmadı. Gördüyünüz kimi mən artıq bu məhsulun dibinə çatmışam. Qiyməti marketlərdə 2 manat 20 qəpik falan olmalıdır və yaxşı nəmləndirir. Başqa bir məhsul olaraq vazelinə baxa bilərsiniz. Vazelin də əl nəmləndirmək üçün yaxşıdır. Bu tip izləri müəyyən qədər aradan qaldırır. Vazelin çoxdan istifadə edilir və həqiqətən də bu tip izlərə görə müəyyən qədər təsiri var. Lakin ondan daha yaxşı təsirini 2 məhsul bilirəm.